Səyyar Asan Xidmət avtobusu aprelin 3-dən Zaqatala rayonu Nizami Gəncəvi küçəsi 10 ünvanında vətəndaşlara xidmət göstərir. 2013-cü ildən həyata keçirilən Səyyar Asan Xidmətlə bağlı 3 milyondan çox, bu il ərzində isə 40 mindən çox vətəndaş müraciəti daxil olub. Xatırladaq ki, Asan Xidmət mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə getmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 avtobus vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir. Zaqatalada 49 dəfə səyyar asan xidmət gerçəkləşdirilib ki, 142 mindən çox vətəndaş müraciəti daxil olub. Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanında əks olunan bəzi hissələrin icrası ilə əlaqədar isə 45 mindən çox müraciət daxil olub. Çatdıracaqlarımız bu qədər.